Səudiyyə Ərəbistanının xəyali şəhər layihəsi Neom xərc və texniki problemlər səbəbindən çökmək üzrədir. The Line strateji prioritet olaraq qalsa da, layihənin gələcəyi qeyri-müəyyəndir. Səudiyyə Ərəbistanının mübahisəli, həmçinin milyardlarla dollar dəyərində büdcəsi olan şəhər yeniləmə layihəsi Neom ciddi böhranla üzləşir. Financial Times qəzetinin yüksək vəzifəli mənbələrə istinadən verdiyi məlumata görə, layihə planlaşdırıldığı kimi irəliləmir və ciddi problemlər yaşayır. Neom Qırmızı dəniz boyunca uzanan bir sıra fantastik şəhər layihələri kimi planlanmışdı. Layihənin mərkəzində 2030-cu ilə qədər 9 milyon insanın yerləşdirilməsi proqnozlaşdırılan The Line adlı 170 kilometr uzunluğunda bir şəhər dayanır. Şəhərin dizaynı qeyri-ənənəvi memarlıq elementlərini özündə birləşdirir. Bunlardan biri də şəhərin giriş marinasının üzərində asılmaq üçün hazırlanmış, tərs çevrilmiş quruluş olan çilçıraqdır. Lakin layihə irəlilədikcə onun mümkünlüyü şübhə altına alınmağa başlandı. Yalnız dayandırılmış bina deyil, digər layihələrlə bərabər həm də The Line özü kiçildildi. Əvvəlcə 20 şəhər modulundan ibarət olması planlaşdırılan layihə indi cəmi 3-ə endirilir. İlkin konsepsiyalara görə 20 moduldan yalnız 10-u 2030-cu ilə qədər tamamlanacaq. Hətta ilk sakinlərin 2025-ci ilin əvvəlində köçməsi planlaşdırılırdı. Lakin tikinti qrupları hələ də təməl üzərində işləyirlər. Bugünə qədər layihəyə ən azı 50 milyard dollar xərclənib. Lakin səhrada dirəklərin və dərin xəndəklərin tikintisindən başqa heç bir nəzərə çarpacaq irəliləyiş əldə edilməyib. Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd İbn Salmanın rəhbərliyi altında Neom layihəsi birinci mərhələ üçün planlarını kəskin şəkildə azaldı. Rəsmi açıqlamalarda hələ də The Line, yəni mərkəzi şəhər strateji prioritet kimi təsvir edilir və insan həyatını dəyişdirəcək yeni bir model təklif edəcəyi iddia edilir. Ancaq indi bunun özü də müzakirə mövzusuna çevrilməkdədir. Layihə üzərində işləyən bəzi əməkdaşlar planın reallaşmasının texniki cəhətdən mümkün olduğunu bildirsə də, maliyyə çatışmazlığı səbəbindən fikir ayrılıqlarının yaşandığını qeyd edirlər. Çünki heç kim pul ödəməyə hazır deyil. Tikinti ümumiyyətlə yavaşlayıb. Layihənin ən böyük çətinliklərindən biri investor tapmaqdır. Yüksək vəzifəli rəhbərlər daim əlavə maliyyələşdirmə tələb edirlər. Bəzi səudiyyə ailələri kiçik investisiyalar qoysalar da, Ər-Riyadın gözlədiyi böyük xarici investisiyalar reallaşmadı. Krallığın indiyə qədər ən uğurlu görünən bu strategiya ilə bərabər digər bir strategiyası da var ki, bu da özünü süni intellekt mərkəzinə çevirməsidir. Səudiyyə Ərəbistanı son zamanlar böyük süni intellekt infrastrukturuna da investisiyalar qoyur. Neom kimi layihələr üçün isə əslində cəlbedici bir termin var: Ağfil layihələri. Yüksək xərclərinə və möhtəşəm vizyonuna baxmayaraq, onların iqtisadi gəlirləri və mümkünlüyü ciddi şəkildə şübhə altındadır. Tarixən ağfil metaforası bahalı, işləməyən, idarə olunması çətin və davamlı olmayan layihələri təsvir etmək üçün istifadə edilirdi. Əslində bunlar çox vaxt simvolik və ya prestij məqsədləri üçün tikilir. Neom da oxşar aqibətlə üzləşir.